Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi 12-19 avqust aralığı tarixlərində aparılacaq. Qeyd edilib ki, 4 nömrəli abituriyent jurnalı yaxın günlərdə nəşr ediləcək. Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proseslər davam edir. Bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib. Bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını düşünürəm. Biz gözləməliyik ki, bu proses yekunlaşsın. İlk növbədə tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı da Nazirliyin müvafiq məlumat olacaq. Nazir müavini qeyd edib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq. Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə hazırki mərhələdə açıqlamaq çox çətindir.